Salam əziz və hörmətli dostlar, xoş gördük. Umarım ki, keyfiniz sazdır. Mən bir neçə günüdür kitab oxumağa vaxt tapanmırdım. Başım məşğul idi bəzi işlərdən dolayı. Onun üçün bir 3 gün kitab oxumadıq. Bəllidir ki, kitab oxumaq məndə də hələ adətə çevrilməyibdi. Aleyküm salam. Və umaram ki, hamımız bu adəti yavaş-yavaş özümüzə tapaq, alışaq buna. Adətin türkçəsi alışmaqdır. Biz bu adətə alışmalıyıq. Hər halda kitab ki oxuyuruq, adı sümürgəçinin portresi və sümürgələşdirilənin portresi. Mən oxuduğum kitabların içində və inancıma görə bu tamam kitabları oxuduğumuzun başında gələn kitablardan biridir. Yəni, əgər gərək ola 5 dana kitab oxuyaq, məncə bu o 5 dananın biridir. Və hər adam ki, istir milləti üçün çalışsın, vətəni üçün çalışsın, azadlıq üçün çalışsın, istiqlal üçün çalışsın, hətta federalizm üçün çalışsın, ya hətta qanuni əsası üçün çalışsın, İran çərçivəsində bir Azərbaycan türklər üçün çalışsın, bu kitabı mütləqa oxumalıdır. Oxumasaq yanlış düşünə bilər. Və dünyadan bizim xəbərimiz olmaz ki, dünyada nə cür keçir. Onun üçün biz bu kitabı oxumalıyıq. Kitabın farscasını sifariş edirəm, heç vaxt oxumayın. Bunun ərzişi yoxdur. İnqilabdan sonra əlbəttə bu çap olan kitab çap olmayıbdır, mən bildiyim qədər. İnqilabdan qabaq 4 çap olubdur və hamısı da pan-İranistik və pan-farslıq əsasına təhrif olubdur və için değişiblər. Bilirsiniz, kitabların da önəmi yazı deyil, içidir. Mən bunu bir dəfə də dedim, dostlar, İranda geçən yüzildə milyardılar cild kitab çap olubdur. Əgər bu kitablar hərəsi 1 milimetr bizim üstümüzdə təsir qoysaydı, bu İran deyən toplumda təsir qoysaydı, bu günləri İranda yüzlər metr irtifasında fərhəng, kültür görə bilərdik. O halda ki, bu günləri biz 300 il, 500 il bundan qabağın ictimasının durumunda yaşıyoruz. Həm qanuni cəhətdən, həm siyasi cəhətdən, həm iqtisadi cəhətdən, həm düşüncə səthində, hər səthdə biz feylən bir 500 il dünya insanlığından dalıyıq. Hətta mən buradan sizə deyə bilərəm ki, Əfqanistanlılar belə bizdən İranda yaşayan millətlərdən yuxarıdırlar. Və çox yuxarıdırlar. Çünki biz bir sümürgə sistemində yaşayırıq və bu kitab sümürgədən danışır. Sümürgə dostlar, mən bunu hər dəfə deyirəm, bəlkə dostlarımız, taca dostlar qaçışarlar buradan bu yüzə kitaba əlaqə olarlar, əlaqə taparlar, bəlkə oxuyarlar, ya bizlə gələrlər. Onun üçün deyirəm, sümürgə farsca istimara tərcüm olubdur. İstimarçılıq ya istimargəri özü bir ideolojidir. Mütəəssifanə bu kitabın dediyinə dayanaraq da, mütəəssifanə istimargəri ya sümürgəçilik düşüncəsi faşizm ilə bərabər gedər. Yəni, əgər bir yerdə sümürgəçilik düşüncəsi varsa, faşizm düşüncəsi ondan ayrılmaz. Onun ruhu kimidir. Onun siyasətləridir sümürgəçiliğin. Bunun üçün mütəəssifanə İranda sümürgəçilik və faşizm ikisi bərabər gedir. Yəni, siz bunları bir-birindən ayıra bilməzsiniz. Mən bu kitabı oxumasaydım, bunu bilməzdim. Bəli, bunu oxuyanda görürəm, bu kitab mənə bu idanı verir ki, İranda bunlar, mən bunu əlbəttə Günaz TV-də ya o birisi şeylərdə bunu illərdir demişəm ki, İran rejimi biraz demokrasidən var, çünki rəy alır insanlardan, məsələ. Zahirdə insanlar rəy. Amma bunu mən dünənləri bir Mitra Əhmədi adında bir xanım özdə zahirən arayış vəsait satılır, bəllidir ki, belə deyil. Amma bu mənim yazılarıma etiraz elədiklərində bunu görürük. İnsan sual soruşuruq ki, hər kəs istir bilsin faşistidir ya faşist deyil, bu 3 dənə suala cavab versin. Adam hər şeydən danışır, hər yerə çarpır ki, ona cavab verməsin. Bu faşistin işidir. Çünki istəmir özün görsədir ki, mən faşistəm. Amma özü bilir faşistdir. Çünki öz zehnində o suala cavab verdi. O zaman ki, siz bir sualı
oxursunuz dostlar, ya yazırsınız. O suala cavab da axtarırsınız zihninizdə. Yəni oxuyuq onu cavab tapırsınız. Elə bil ki, bir nəfər sizdən sual soruşur, siz o sualı eşidə-eşidə cavabı axtarırsınız zihninizdə. Bunun üçün onun sual qutarmamışdan əhlinizi qovuzursunuz, ya çəkilirsiniz dalıya ki, sizi görüb soruşmasınlar. Çünki o cavaba, o sualı bilirsiniz ki, ya cavabını bilirsiniz, ya cavabın əgər doğru bilmirsinizsə, ya bir cavab bilirsiniz, amma onu müəllimiz ya biri qəbul eləməz, istəmirsiniz. Burada özünüzü gizlətməyə çalışırsınız. Amma sadə bir sualı ki, hamı ona görə cavab verə bilər, bu faşistidir. Bir faşisti düşüncədir ki, istəmir görsələr. Hər halda 80-ci, 80-ci səhifənin 3-cü sətrini oxumuşduq keçən kərə. 4-cü sətirdən başlayaq, ya elə 3-cü sətirdən, 2-ci sətrin ortasından da başlasaq, biraz bəlkə pis olmaz. Sümürgədəki sokaqların karakteristiyi gibi görünən ayaqların yeri çeynəməsi, yeri çeynəməsi izləmini də buradan çıxıyor. Bu ki görürük, küçələrin adlarını değiştirirlər. Ayaq izləri, yəni tarixdən gələn küçə adları, şəhər adları, məhəllə adları, kənd adları, dağ adları, su adları, dərə adları, ağac adları, güd adları, od adları, quş adları, heyvan adları, bunlar tarixdən gələndir. Bunları değişdirməklə ayaq ciziyinin, ayaq rəddi ki tarixdə qalıbdır, biz bura nədir, nə deyildi, kimlər buranın sahibidir, kimlər deyildi, onları neynirlər, değişdirməyə çalışırlar. İndi yeni sümürgələşdirilənin dəyərsizləşdirilməsi onunla ilgili hər şeyə yayılır. Deyir ki, bizi indi 100 ildir sümürgələşdirirlər. Dedik dostlar, sümürgə işi, bunu sümürgəni deyirdim, yadımdan çıxdı qaldı. Sümürgə dostlar işğalla başlar. Normalda bir millət, zorlu millət, zorsuz bir millət, gücsüz bir millətin toprağını işğal edər. Sonra onları qorxudar, qorxudan onların zehnin, beynin əlinə alar və onların beynini değişdirər. Əvvəli insanların beyni sümürgə olar, sonra vətənləri sümürgələşdirirlər. Bunların dilləri, tarixləri, hakimiyyətləri, ədəbiyyatı, musiqisi, hər şeyi sümürgələşdirirlər. Bunların əlindən alınar və bunlara ayrı ad verirlər, ya bunları əslən aradan apararlar. Yəni, əvvəl beyin sümürgə olar, sonra vətən sümürgə olar. Yeni sümürgələşdirilən, mütəəssifanə bu insanlarda da olar. Məsələn, bir dana görürsünüz ki, ağıllı başlı bir qızla bir dana sümürgəçi ailə evlənir, onu gətirir evinə. Bu qız hər şeyin itirir və çalışır ki, bu ev sahibinin gəldiyi evə bənzəsin. Sümürgənin əsli misalı budur. Xüsusən bu o zaman daha çox üz verər ki, siz bir ailəni, bir dili, bir milləti özünüzdən üstün biləsiniz, onlarla evlənəsiniz. Fərq eləməz oğlan ola ya qız ola. Onların dilini mənimsər, onların dili ilə danışar, onların fərhəngi ilə, rəftarı ilə gedər, hər şey olar. Yəni, özündə bir hüviyyət bilmir, özündə bir ərziş bilmir, özünün, ailəsinin, millətinin, tarixin, dilin, heç bir sadın mənimsəmir ki, onunla da yaşasın. Bu yeni, yəni istəsaq deyəcək yeni sümürgələşdirilən, yəni yeni bir, məsələn, evli bir adam ki, gedir faslara gəlin olur, ya faslardan arvad alır və onlarla birləşir, onlara bənzəməyə çalışır. Yeni sümürgələşdirilənin, o adam ya o topraq, o millət, fərq eləməz. Bir adam, bir millət, bir vətən və millət. Bunlar sümürgələşdirirlər, yeni istimar olurlar, beyinləri değişdirilir. Dəyərsizləşdirilməsi onunla ilgili hər bir şey dəyərsizləşdirilməlidir. Yəni, sümürgəni və sümürgə insanını hər bir şeyin dəyərsizləşdirməlidir, ərzişin aradan aparmalıdır, əhəmiyyətin aradan aparmalıdır. Bəs birinci,
Əgər bilirik ki, bir yerdə deyirlər ki, siz Azəri, siz türk deyilsiniz. Niyə sizin türklüğünüzlə müxalifət edirlər? Buradan bilin ki, bir istimar-müstəmirə rabitəsi var. Siz müstəmirəsiz, onlar istimardırlar. Onlar istəyirlər sizi sümürcə eləyələr, müstəmir eləyələr. Əgər bir yerdən deyirlər ki, sizin hakimiyyətləriniz yox idi. Mən baxırdım tarixdə 2 dana fars, türk tarixin, türkün keçən 1000 il tarixində türklərə vəzir olublar. Türklərə 2 dana fars vəzir olubdur. Amma bunlar kitablarda nə deyirlər? Vəziran-ı bahuş farsi, vəhşiyan-ı türkünü idarə edirdilər. Bu qədər bunlar sümürgəçi 2 dana, məsələn, deyək ki, 10 il. 10 əmir şəbir, məsələn, o 3 il hökumət eləməyib. 3 il türk aliminin xidmətində olmayıbdır. Amma o 2-3 ili gətirəcəklər ki, məşrutəzad bu adamın əsəri idi. Tamam islahat bu adam. Bu adam 3 ildə neynədir? Amma o sümürcə bu işi görər. Beyinləri değiştirmək üçün. Hər nə ki sümürcəsi ilə, yəni türklərin sümürcə olanına, müstəmirə olanla ilgili onları təhqir edər, aşağılar. Aşağılamaq dedik ki, nə mənə? Dəyərsizləşdirmə, yəni ərzişsiz eləmək. Dili, tarixin, hökumətlərin, din baxışın, fəlsəfəsin, coğrafiyasın belə. Baxın, indi ən sonuncu ki gedir, nədir? Coğrafiyanı aradan aparmaqdır. Həm ərəblərin, həm bizlərin. Sümürcə buradan tariximizlə müxalifət eləyibdir, paltarlarımızla müxalifət eləyib, dilimizlə müxalifət eləyibdir, hakimiyyətimizlə müxalifət eləyibdir, milli hökumət qurmağımızla müxalifət eləyibdir, özümüzdən olaraq vətənimizi və millətimizi idarə eləməklə müxalifət eləyibdir, özümüzün bancımız olsun, özümüzün hizbimiz, partimiz olsun, bunlarla müxalifət eləyib. İndi son nədir? Dilimizdə değişdirməyə çalıb farsiyə, farsını bizə rəsmi zorla icbar eləyibdir, mədrəsədə o dili bizə öyrədibdir. İndi ən sonuncu nədir dostlar? Vətəni qurutmaqdır. Əl-Əhvazda tamam suları qurudur. Tamam suları ki Əl-Əhvaza gedirdi, Əl-Əhvazdan gedirdi Kəngər körfəzinə, yəni bugünkü Xəlici Ərəbi deyirik ora, o suları qurudur. Tamam orada hurlar, yəni dəryaça. Eyni bizim Güney Azərbaycanda o Urmu gölü qurudur. Eyni buna tay, orada da tamam onlar hur deyirlər, biz göl deyirik. Tamam bunları qurudur. Orada da qurudur, burada da qurudur. Orada qurudur ki, nəft çıxada Çinlilərin vasitəsilə, burada qurudur ki, Azərbaycan təxrib olar. Orada qurudur ki, xurmalıqlar olmasın, su olmasın, əkinəcək olmasın, ərəblər oradan köçsünlər. Burada qurudur ki, türklər buradan köçsünlər. Topraqlar qalsın. Bir 20 il, 30 il buradan türklər köçsələr, azlığa gəlsələr, bunlara adam yerləşdirəcəkdir. Baxın, Kürt yerləşdirməyəcəkdir. Çünki Kürt Farsla daimən savaşdadır. Bu Kürtlər də oradan köçməlidirlər. Kürtlər də Kürdistandan köçməlidirlər. Azərbaycana köçməməlidirlər. Çünki Azərbaycan təhqir olunmuş bir millət və bir yerdir. Ora köçsələr Kürtlər eyni şey kimi. Bunlar da buna görə ki bir hüviyyət qazanırlar Kürtlər, onlar da birinci mərhələdə gələcəklər Azərbaycana, ikinci mərhələdə getməlidirlər Farsistana. Və bunların yerinə farslaşmış insanlar göndəriləcəklər. Farslaşmış insanlar, baxın İranda fars lüğət yox idi. Siz məşrutə dövrənin oradan ki mümkün də amarlarına, təxminlərə də, deməyək dəqiq amar var, amma təxminlər var ki millət nə qədər. Necə bu gün təxmin var deyirik ki, məsələn Azərbaycanda 40 milyon ya 45 milyondur. Bu təxmindir da, dəqiq saymamışıq ki adam başı. Amma təxmindir, həds vururuq ki bu qədər cəmiyyət ola bilər. Məşrutə dövründə bir şey, məşrutə dövründə siz fars görmürsünüz İranda, o qədər fars yoxdur. Hətta bu günlərdə ustanlara baxanda, görürük ki, farsların məhdud bir yerlərdə sakindilər. Onların da əksəriyyəti, nüfusu qeyri-farsdır. Məsələn, Tehran, Kərət. Bu ustanlarda biri Tehranda, biri də Əlboruzdur. Məsələn, ustanı mərkəzi, Ərak mərkəzli. Məsələn, Qum.
Məsələn, İsfahan, məsələn, Şiraz. Bunlara baxırıq ki, bunlarda farslar əqəlliyyətdədirlər bu günləri. Hələ indi 100 il məşrutiyyədən keçir. Bəs bu farslar o çox azlıq bir cəmiyyətmişlər. Amma indi bunlar hər şeyi sümürcələşdir. İndi biz istəyirlər az olmaqlarına deyir. İngilislər də az idilər, amma Hindi, Kanadanı, bir müddət Amerikanı, bir müddət Avustraliyanı, bir müddət ayrı yerləri işğal eləmişdilər və az olmaqlarına rağmen bunların dillərin, fərhənglərin, kültürlərin, musiqilərin, tarixlərin, hər şeylərini dəyişdirdilər. Tamam, deyir ki, çirkin. Əvvəl deyərlər ki, bunlar çirkindirlər. Müstəmirlər çirkindirlər. Farslar çox gözəldirlər. Dilləri şirindir, filandır. Bunları deyər. Əvvəl çirkin. Katlanılmaz. Bunlara dözmək olmaz. Deyərlər, bunlar yoğurdular, bunlar ağırdılar, səsləri pisdir. Dostlarım biri bir gözəl bir şey yazmış. Yazmış, nədən Azərbaycandan danışanda, Türk dilindən danışanda kəndi, eli, obanı görsədirlər. Yəni, bunlar dalı qalmış millətdirlər. Əlbəttə ki, kətlik, obalıq pis deyil. Amma bir milləti siz niyə, məsələn, bir millətin niyə musiqisini görsətmirsiniz, rəqsini görsətmirsiniz, yazıların, tarixi yazıların görsətmirsiniz, hökumətlərin görsətmirsiniz, memarisini görsətmirsiniz, şəhərin görsətmirsiniz, amma getmirsiniz, bunları kəndi görsədirsiniz, Azərbaycanın, məsələn, təmsil eləyən kətdir. Asfaltı yox, xiyabanı yox, küçəsi yox, suyu yox, filanı yox, bəhmanı yox. Dili də danışmaq dilidir. Yəni, gündəlik danışmaqda 300 kəlmə ilə insanlar danışır. Onların ehtiyacı yoxdur ali kəlməyə. Onda yerinə fars kəlməsi qoyurlar. O 300-dən alın. Pəs biri nədir? Çirkin. İkincisi, katılmaz. Katlanılmaz üstəm. Yəni, onlar qeyri-qabili təhəmmüldürlər. Sümürcə insanın qeyri-qabili təhəmmül görsələr. Ərəbcədə qeyri-qabili təhəmmül, hər üçü ərəbcədir. Farsca bunun şeyi yoxdur. Muadil söz yoxdur buna. Katılılmaz ölçədə sıcaq. Deyir ki, qeyri-qabili təhəmmül bir vəziyyətdə istidir buna, torpaqları. Əl-Əhvaz, Bəluçistan, Azərbaycan indi məsələn bunu istəyirlər deyələr. Üçüncü şey nədir? Hayrat verəcək dərəcədə soğuq ya da çox heyrət verici bir vəziyyətdə, yəni təəccüb eləmək bir vəziyyətə, duruma gətirən bir vəziyyətə qədər nədir? Soyuqdur. Azərbaycan, Kürdistan, Türkmən səhra, bunlar da soyuq deyil. Bunlar çox da soyuqdurlar. Həm bunlar eyni halda insanları da sıcıqdır. Məsələn, deyir ki, İsfahanlılar, Şirazlılar musafir turisti məntəqədir. Çünki sıcaqdılar. Azərbaycanlılar sıcaq deyirlər. Buradan turist qaçar. Bu da iqtisadi təsiri çox böyükdür bunun. Yəni, siz fikir eləməyin ki, burada sıcaq ki deyir, ya soyuq ki deyir. Bunun anlamı budur ki, fəqət hava, yox, havadan danışmır. Bu, istəyir insanları belə görsətsin, coğrafiyanı belə görsətsin. Pis kokulu. Bunlardan pis iyi gələr. Kifir iyi gələr. Pis türkcədir, kifir də türkcədir. Bunlardan pis kokulu. Koku biz normalda dostlar iyi deyərik. Məsələn, yemağın iyi gələr. Amma xoş iyilərə deyərik ətir. Koku deyilir Türkiyədə. Bunların hər ikisində koku deyilir. Koku yəni iyi. Bu da üçüncü. Dördüncüsü nədir? Üzrüstəm, dördüncüsünü oxuduq. Beşincisi nədir? İklimi hastalıq yayan ölkəsindən. Deyir, bunun iklimi, farsca buna ab-ı həva və sərzəmin deyirlər. İklim, topraqlar, ab-ı həva, su, yağış, hava durumu, bunlar hamısı iklim olur. İklimi, hastalıq, dedik ki, nə mənəm, ələcər itirdiğimi tapsam, iklimi hastalıq yayan ölkəsində. Bunun da ölkəsi vətən, ölkə vətən, torpaq, ana yurdu. Deyir, bu da xəstəlikli, mərizçilik yayandır. Məsələn, indi deyir ki, ermənilər Arazat, o atom mərkəzinin suyunu ötürürlər. Orada balıqlar mərizdir, insanlar o sudan verirlər zəmilərinə ya içirlər.
ya paltar yuyurlar, hər nə. Onlar xəstəliyi alır, onlardan da biz yiyirik, xəstə oluruq. Deyir ki, bura xəstəlikdir. Bu tərəfdən Urmu gölündən o ağır dəmirlər ki var onun içində, onları yer daşıyacaqdır tozla, gətirəcək bunları, tamam insanlar bunu havada çəkəcəklər canlarına, bir mərisçilik çıxacaq. Bura mərisçilik, sərətan burada niyə çoxdur? Deyəcəkdir. Amma düşünməyəcək ki, istismar bu işləri görübdür. Bunları deyəcək bir-bir. Deyib, belə bir şey görsədər sizin, vətənizi. Sümürcə insanını aşağılanmaya və yoxsulluğa. Deyir ki, insanları da, türkləri, ərəbləri, bəluçları, türkəmənləri, lorları, ciləkləri, mazəlləri, kürdləri də həmişə aşağılar, təhqir edər. Sümürcə insanını aşağılamaya və daha nə? Yoxsulluğa. Bunları kasıb edər, yoxsul edər. Yoxsulluq. Yoxsul edər, kasıb edər. Bunları kasıb saxlar. Bunlar pul qazanmaq üçün, yaşamlarını qorumaq üçün köçməlidirlər. Əllərindəki pulların olan az-çox varların aparıb istismarın güclənməsinə verməlidirlər. Bunlardan çox maliyyat alar. Nə qədər maliyyat çox alsa, belə buradan pul çox çıxar. Belə kasıblaşar. Bunları təvərrüm yaradar burada. Nə qədər təvərrüm yaratsa, belə bu millətin cibindən çox pul çıxadar, dövlət bunları alır əslində və siz buradan qaçmağa məcbur olarsınız. Sonsuz bağımlılığa məhkum edər. Deyir ki, sümürgəçi istəyir bunları sümürgə eləsin ha. Bunları sonsuz, yəni bir nəhayət. Sonsuza qədər. Ucu-bucu görünməyənə qədər neynər bunları? Bağlılığa, vabəstə farsça deyirlər. Ərəbcə, vabəstə fikirəm, ərəbcə sözdür, ya türkçə, farsçadır fikirəm. Bağlılığa məhkum edər. Yəni, bir iş görər ki, siz iqtisadi baxımdan onlara bağlanarsınız. Dünən İsrail gün mən bir farsla mübahisə edirdim, yazı mübahisə elədik, sonra çevrildi söz mübahisəsinə. Adam iddia edirdi İsfahanlıdır, ləhcəsi də İsfahan ləhcəsidir. Amma deyirdi ki, siz yuxu görürsünüz ki, istiqlal ala bilərsiniz. Biz sizi əvvələn qoymarıq istiqlal alasınız. Rəsmən bunu deyirdi, sözləri var. Və ikinci bu iki. Biz bir-birimizə bağlıyıq. Sizin iqtisadınız bizə, bizim iqtisadımız sizə bağlıdır. Amma biz hər şeyimiz vardır. Siz də olmasaz biz bunu şeylər, yəni yaşarıq, yaxçı da yaşarıq. Sizdən yaxçı yaşarıq. Onlar bir cür elərlər ki, dünyada bu şeydir da, biz bunu o zamanki 40 il bundan qabaq, 50 il bundan qabaq dərs oxuyanda, rahnumayəyə gələndə, rahnumayədə və Dəbiristanda, inqilabın əvvəl 1-2 ilində bizə istimardan bir orada-burada deyərlər. Deyərlər, məsələn, istimar gələr, tək məhsuli elər. Yəni, sizin gücünüzü gətirər, bir dana bir şey ürətə bilərsiniz. Ya, indi bu əkinəcəkdə olar. Məsələn, moz, qəhvə, bəzi məmləkətlər fəqət moz əkirlər, bəzilər fəqət qəhvə əkirlər, bəziləri fəqət mis satır, bəziləri fəqət, məsələn, dəmir satır, bəziləri, məsələn, fəqət əlmas satır. Bunların da müştərisi bəllidir, istimargər. Bundan sonra ola bilməz. Amma gördük ki, Azərbaycan, bu şey deyim ki, olmaz, yəni heç vaxtdan ola bilməz, amma gördük Azərbaycan istimardan qutuldu, Rus istimarından qutuldu, Şimali Azərbaycan Cumhuriyyətdən danışıq. Azərbaycan Cumhuriyyət qutuldu və dövlət qurdu və sürətlə getdi qabağa. Torpaqlarını da azad elədi, iqtisadını da dəyişdirdi və yenə də genişlənir. Pəs bunlar sizi bir cür elərlər ki, bağlı qalasınız farslara. Bu bağlı qalmaq həm fikir sahəsində bağlı qalacaqsınız, həm elm sahəsində bağlı qalacaqsınız, həm rəftar, davranış, həm duyğular, həm düşüncə səthində, həm də şeir və ədəbiyyat, musiqi və rəqs bunlarda bağlı qalacaqsınız farslara. Eyni halda iqtisad da var, eyni halda hakimiyyət də var, eyni halda siyasət də var, eyni halda hüquq da bağlılığı var. Bunlar bağlılıqlardır, bir cəhətdən deyil. Bir cəhəti misal vururuq, amma bu hər cəhətdən sizi bağlı edəcək, bağlılığa məhkum edəcəklər. Biraz mən su olsa içsəm, yaxçı olar. Ərz edeyim ki, ondan sonra nə deyir? 8-ci fikir edirəm. Bu hayal kıran
coğrafiya qədər uzanır. Deyir ki, bu siyasətlər, yəni bu siyasətlər üstə saydıq bunların hamısı ki, yeni sümürgüləşdiriləni aşağılırlar, qiymətsizləşdirirlər. Gördünüz də bunlar o qiymətsizləşmağın şeyləridir. Çox bağışlarsınız. Örnəkləri, misalları idi. Deyir ki, bunlar nə edəcəkdir? Hayal qıran xiyallarınızı, sizin xiyalınızı əlinizdən alacaqlar. Xiyal gücünüzü əlinizdən alacaq. Xiyal eləyə bilməyəcəksiniz ki, mən müstəqil ola bilirəm. Mən işləyib məmləkətimi, əslində ehtiyacı yoxdur mənim farslarla, ya Xəlicə Ərəbi ilə, ya Dəryay Ummanla ilgim olsun. Əslində dünyada bir çox məmləkət var ki, suya əslən ilgisi yoxdur, amma dünyanın ən böyük rifahlı məmləkətlərindəndirlər. Lazım deyil, hətmən biz gedək, məsələn, Avropanın bir çox məmləkətləri, Asiyanın bir çox məmləkətləri suya ilgiləri yoxdur. Amma bunlar nəftləri yoxdur, qazları yoxdur. Daş üstün, Səngapur nümunə üçün. Deyirlər, Səngapurun toprağı yoxdur belə. Ev tikmək üçün torpağı, simanı gərək ayrı yerdən gəmi ilə gətirirlər, daşın üstündə tikərlər. Amma dünyanın ən rifahlı məmləkətidir. Kuveyt. Suya yeri yoxdur, amma dünyanın ən rifahlı məmləkətlərindəndir. Nəfti də azdır Kuveytin. Yəni, deyib yox ki, Kuveyt hətmən nəftə görədir. Yox, nəfti də azdır. Amma insanlar başarıblar. Deyir ki, bu hayal kıran, hayaqlarınızı qırar. Sizin əvvəl hayal... Amma cümləni düzdür, ayrı şey aparır. Deyir ki, coğrafiyaya qədər uzanır. Deyir, hətta torpağı da bunlar şeylərlər. Torpağı da aşağı alırlar. Görürük da, Urmu gölünü qurudurlar ki, Azərbaycan duzlansın, o torpağı keyfiyyətini əldən versin. Bilirsiniz, 1 santimetr yağış ki, yağır torpağı aparır, dostlar. Çinlilər, Japonlular, Hindistanlılar, Taylandlilər, Filipinlilər, Vietnamlılar. Bunların yağışları çoxdur. Torpaq, dağları da torpaqlıqdır normalda. Yəni, üzr istəyirəm, dağlıqdır. Torpaqları da dağlıqdır normalda. Yəni, yağış gəlsə, yığar aparar. Mən eşitdiyim qədər, əgər Filipində, Taylanddə və ha belə Vietnamda bəzən yağış göydən sel kimi tökülər. Yəni, çətir dayanmaz. Onu çətir ilə onun altında qatlar beləsi gedər. Yəni, o qədər deyir ki, sel kimi göydən tökülür. Bunlar torpağı yuyub aparsalar, 10 ildə burada torpaq qalmaz. Nə ediblər? Bunlar gəliblər, deyiblər ki, biz bunu pillə-pillə eləyəcəyik. Dağı pillə-pillə eləyiblər. Məsələn, bir 10 metr burada su gəlir, burada qalır. Getmir. Bizimkində bunlar yox. Biz bilmirəm nə gözlürük. Biz gözlürük kim gələ bizim vətənimizi abad eləyir. Hər kəsin öz yerində yağışına bir cür eləyək ki, bu yağış oradan axıb getməyə. Qala gedir yerin içinə. Amma biz gözlürük ki, biri gəlsin, dövlət gəlsin, fars gəlsin, filan gəlsin. Bizə dil, necə hər şey gözlürük, onlar dil bizə versinlər, özümüz dili qorumuruq. O cür də gözlürük ki, torpağımızda bunlar gəlsin olsun. Bir dənə gölü özümüz düzəltmirik ki, aha, bunun qabağına biz daş qoyaq, qədim bəryan qoyardılar, şeylərdilər, daş düzəldilər, torpağın qabağını biz ucaldardılar ki, buradan su axıb getməz. Nədən indi bizim ilin 9 ay bizim yağışımız olur, dostlar. Mən öz şərtlərimizi deyim. Bizim 9 ay yağışımız olur. Yaz, bizim yağışımız olar. Yay olmaz, ya azalar. Payız yağışımız olar. Qış yağışımız olar, yaz yayımız olacaq. Yəni bizim fəslimiz 4 fəslidən 3-ündə bizim yağışımız, qarımız olur. Və biz suyu saxlamarıq ki, o yayda bunu işlədək. Kimlə gözlürük bu iş olsun? Mən bunu bilmirəm. Yəni vətəni biz düzəldəcəyik. İstimar fəqət bunu dağıdacaq, aradan aparacaqdır. Sümürgə insanının yoxsulluğu, üstə bir siyasətlərin biri budur ki, yoxsul eləyir. Sümürgə insanının, bizlərin, türklərin, ərəblərin yoxsulluğunu da açıqlaması bəklənən bu dəyərsizləşdirilməsi aynı zamanda da kolonialistin lüksünə qarşı bir çəlişki
oluşturur. Deyir, eyni zamanda ki, istər bizim bu yoxsulluğumuzu açıqlasın, deməz ki, bunlar fəqirdilər. Özünün lüksun qoyar bizimkinin qarşısına. Nə cür? Zəncanda işsizlik insanlar kasıb. Tehrandan ustad danışqahlar, idarə işləyənləri gələrlər maşınla, xotlu, şalvarlı, kravatlı, nə bilim, çox şik vəziyyətdə gələrlər, yaxçı pul xərclərlər. Biz də burada pul xərcləyənlər. O lüksun qabağına bunu qoyar. Onu deyir. Sümürcə insanının yoxsulluğun da açıqlaması belə açıqlar. Nə cür açıqlar? Bəklənən bu dəyərsizləşdirilmə, deyir ki, bunu yəni bizim sümürcədən bu intizar var ki, dəyərsizləşdirsin də, desin ki, bunlar şeydir. Baxın, əvvəlcə elə deyirəm, kətdi, dalısına bir şey qoyar, biz neynərik? Kətdən qaçarıq. Tolid aradan getdi. Təhqir elədik da. Özümüzü təhqir elədik. O fərhəngi aldıq, özümüzü təhqir elədik. Mənim yadıma gəlib, biz taza gəlmişik kətdən. Mənim nənəm şəltə ciyərdi. Getdik bazara bir şey alaq. O qədər Təbriz bazarında beyinləri sümürcələşmiş, ziddi türk olmuş, ziddi millət olmuş, zidd iqtisadların düşünməyən bir millət. O qədər orada bizi şəltəli ha şəltəli, nə mənə dedilər ki, mənim nənəm gəldi, şəltələri çıxartdı, qoydu qırağa da bir də ömrü boyu çeymədi. Biz Kanadaya gələndə, birinci gün ki, bizi burada göndərdilər dərs deməğa, dedilər ki, Kanada deyəndə deyirsən, Kanada Bir dənə bunların ləhcələri var. Amerika ilə buna görə fərqli olsun, İngilistanla fərqli olsun. Özlərinin sözlərinin axırında, hər cümlənin axırında bir deyərlər. I am Canadian, Məsələn, I am coming from sinema, Yəni bu, bizim orada bu cür biri Qəradağın o təşkilanların desə, bu bənzədir ki, Qəradağlıdır. Türkiyə ilə İranın fərqi buradadır. Türkiyənin televizyonunda, yazılarında, filmlərində adamlar iftixarla ləhcələrini danışırlar. Və insanlar bir-birindən soruşur, buna görə ki, bilsin, bunun ləhcəsi calibdir mənim üçün, soruşur ki, məmləkət nərəsi? Mən əvvəl deyirdim, bəlkə gərək deyəm, Azərbaycanlıyam ya İranlıyam. Sonra bildim ki, yox baba, burada 50-60 ləhcə var. Və bu ləhcələri insanlar hörmət qoyurlar. İstəyirlər, tanıyırlar, sən hangi məmləkətdənsən? Sən birdən desən ki, məsələn, mən Xorasanlıyam, məsələn, şeydə gəli, nədir oranın adı? Nəxçəvanın qırağında bir ustandır, bir şəhrin adı Xorasandır. Məsələn, Təbriz ləhcəsi ilə, Qəradağ ləhcəsi ilə danışsan insanlar ləzzət aparacaqlar. Amma bunlar neynərlər? Gələrlər, sümürcələr neynərlər? Sizi aşağılarlar, kasıblılığınızı elə ki, özlərinin lüksunun qabağına qoyarlar. Aynı zamanda da kolonyalistin lüksuna karşı bir çelişki oluşturur. Deyir ki, bu bir çelişki oluşturur. Yəni, bunu insanlar baxanda cavan uşaqlar, cavanlar istəyirlər ki, seçələr. Biz istiruq, nə cür bir yaşam istiruq? Mən fars kimi yaşayayım. O, beləsi arayış eləyibdi, beləsi filan eləyibdi, sərvət. Mən də fars olsam sərvətdə olum. Mən də ona tay maşın minnəm, mən də ona tay paltarım olar, mənə də ona tay ehtiram qoyarlar. Tamam. Bu suslamalar, bu təlafisi imkansız, olumsuz yargılar hər zaman ana yurda göndərmə yapılarak, yani bizzat kolonyaliste gönderme, kolonyaliste gönderme yapılarak ifade edilir. Deyir ki, bu çelişkiler necə olar? Bir təlafisi imkansız. Əvvəlində bu təlafilər, yəni imkansızdır. Siz məsələn bir tane Türk ilə Farsı qoyarsınız, bir-birinin qabağına burada seçenek yapanda Farsı yapmayasınız. İlla ki bir milli duyğuz olar. Milli düşüncəsi olar. Bu ayrı.
Amma normal insanlar ki bu səviyyəyə çatmayıblar, küçədə, bazarda yaşırlar, qızlar, oğlanlar, bunlar seçəndə onu seçəcəklər ki, daha üstün görünür. Bu təlafi ərəbcə sözdür. Yəni onu cubran eləmək. Cubran özü də ərəbcə sözdür, fikir edirəm. Cubran eləməsi çox zordur. Tamam. Hər zaman ana yurduna deyir, indi bu kolonialistin özünü hər zaman ana yurduya göndərmə yapılaraq deyir ki, göndərə bilərlər bunu, bu sümürgəçi gəlib də Azərbaycana ya burada işdir, bunu göndərə bilərlər ana yurduna. Yəni, bizzat kolonialistə göndərmə yapılaraq ifadə edilir. Deyir ki, bizzat buna deyə bilərlər ki, kolonialist məmləkətə göndərmək üçün buna ifadə elə bilmək olur. O çəlişkiləri göstərir. Etik ya da sosiolojik estetik ya da coğrafi qiyaslamalar istər sıcaq və istər açıq və aşağılayıcı, istər üstü kapalı və anıştırma, bu taza sözdür, anıştırma şəklində olsun, hep ana yurdun və kolonialistin ləhindədir. Ləh sözü ərəbcə sözdür, mənfəət anlamına gəlir. Ləhindədir, yəni onun mənfəətindədir. İndi qeydaq əvvəlində. Deyir ki, etik ya da sosiolojik, əxlaqi, etik əxlaq, latincə sözdür. Ya da sosiolojik, yəni toplumsal, ictimai, toplumsal. İstetik ya da amar, estetik amar ya da gözəllik, bu hər ikisini demək olar, burada amardır. Estetik ya da coğrafi. Coğrafi yəni toprak. Toprak. Torpağın özü yox ha, yəni hər nə ki bu yerdə var. Yer desək bizdə yaxçıdır. Bizdə yer deyirik buna. Yer qiyaslamalar. Qiyaslamalar müqayisə eləmək, bir-birinin qabağına təraziyə qoyub ölçmək. Qiyaslamaq, ölçmək. İstər açıq aydın olsun bunlar, ya da aşağılayıcı, ya da təhqir edici olsun. Bunlar ola bilər. İstər üstü kapalı olsun, istər üstü örtülü tohin eləsinlər, təhqir eləsinlər və ya anıştırma. Anıştırma nədir? Ya da kinayə. İstər üstü açıq olsun, ya istər kinayə ilə olsun, şəklində olsun. Həp ana yurdu və kolonialistin lehindədir. Həp ana yurdun və kolonialistin, yəni sümürgəçinin ana yurdunun lehində, mənfəətində olar bunlar. Hamısı, deyir ki, bu çelişki həmişə kolonialistin, ana yurdunun mənfəəti yolunda olar. Onun nəfinə olar. Burası, indi bu sözü deyir. Burası, yəni sümürgə, Azərbaycan, Türkmen Səhra, Qəşqayistan, Ərəb, Əl-Əhvaz. Burası, buradakı halk, buradakı insanlar, bu ölkənin gələnəkləri, bu ölkənin, bu torpağın, bu millətin gələnəkləri, yəni rəsmi, rüsum, adətləri həp aşağıdır. Bunlar həmişə aşağıdır. Həmişə bunları aşağı görsədərlər. İstemarçılar. Öncədən qurulmuş, kaçınılmaz qeyri-qabili təqdir, düzən nəzm-i inzibat, düzən nəzm-i tərtib, sistem. Burada sistem desək daha yaxşıdır. Pəs, öncədən qurulu, kaçınılmaz düzən nədənilə bu belədir. Deyir ki, bütün belədir. Bunların səbəbi nə? Öncədən düzəlibdir, qaçınılmazdır, istemardır filandır. Deyir, bununla dolayı belə olar. Yəni, bunlar bu cür elərlər, əşaqlarlar və sizi beləsi seçim zamanında zora basarlar. Sümürgənin və sömürgələşdirilənin bu rəddi deyir ki, sümürgənin, yəni Azərbaycanın və sümürgələşdirilənin, yəni bizlərin yenə də, türklərin, üzrəsəm, sümürgə olar, sümürgənin, yəni farsları İranda və sümürgələşdirilən bizlər. Bu rəddi, bu
iki dana çəlişkidə ki, həmişə bizim zərərimiz olur, onların nəfrinə olur, onu sümürgələşdirilənin yaşamını və davranışını ciddi şəkildə etkilər. Deyir ki, sümürgələşdirilən, yəni Azərbaycanlıların, türklərin, Qəşqailərin, türkmənlərin, ərəblərin, bəluçların yaşamlarını və davranışlarını, rəftarlarını, bunu mən dedim üstə, ciddi şəkildə neylər? Ətkilər, təsir altına buraxır. Onlar təhqir edərlər, əşağılarlar və biz də bunu yaşarıq. Bu bizim rəftar, dilimizdən qaçarıq, tariximizdən qaçarıq, sənətimizdən qaçarıq, vətənpərəstliyimizdən qaçarıq, farslaşarıq, ziddi türk olarıq. Bunlar hamısı oradan gəlir. Amma kolonialistin davranışı üzərində də fəlakət yol açacaqdır. Fəlakətə yol açacaqdır. Deyir, amma bizə təsir qoymayacaqdır. Onların da davranışlarının da, davranış dedik ki, farsça rəftar, türkçə davranış. Deyir, bunlar davranışların üstündə, yəni fəlakətə yol açacaq. Onlarda da deyir ki, çox fəlakətə aradan getməyə yol açacaqdır. Farslar da aradan gedir. Baxın, bu il ki, biz azadlıq yaşamırıq, biz sümürgə yaşırıq, amma bunlar bu sümürgəni bizə yaşatmaq üçün özlərinin də beynini sümürgələşdirirlər, özlərinin də beynini dəyişdirirlər, özləri də dünyadan dalıya qalırlar, özləri də geriyə qalırlar. Sümürgəyi bu şəkildə açıqladıqdan sümürgə toplumuna heç bir ərdəm bəxş etmədən, yəni bəxş etməz. Deyir ki, sümürgəyi, yəni istemarı bu şəkildə açıqladan tozih versaq, açıqlamaq tozih kəlməsi ki, ərəbcədir, onun türkçəsidir. Fikir edən farsca şərh dadən, məsələn, ərəbcədir, yəni, yoxdur, bunun açıqlamanın farsı yoxdur. Eşqin də farsı yox, çox şeyin farsı yoxdur, bu təəssüfanə farsı da, farsı çox, dedim mən buna görə də bir mətləb yazılmış, bu kitabı oxuduqca görürəm ki, fars dili eyni ordu dili kimi bir yapay dildir, məsnui dildir, yaradıblar. Kimlər? Türklər. Mən buna inanıram yavaş-yavaş ki, fars dili ayrı yerdən gəlmir. Türklər bunu yaradıblar. Bu bir dənə idari dilə çeviriblər türklər. Zəkalı türklər. Amma sonra farslar, yəni bir iddə insanlar ki, bu dilə çevriliblər, getdikcə bu dilə tanıyıblar və özlərini bu dillə tanıtdırıblar. İndi məsələn, fərz edin ki, bizim nəvələrimiz, nəticələrimiz, uşaqlarımız özlərini fars tanıtdıracaqlar, İranda qalsalar. Bunlar nə olacaqdır? Farslaşırlar, fars deyirlər. Bunlar 4 nəsl, 5 nəsl, 10 nəsl bunun fars deyirlər. Amma bu dili biz yaratmışıq. Ordu dilinə ta ki biz yaratmışıq, bunu da biz yaratmışıq. Türklər yaratmışıq. Deyir ki, sümürgəyi bu şəkildə açıqladıqdan sümürgə toplumuna, yəni sümürgə, o istemargər toplumu ictiması, dostlar, toplumun farsçası nədir? Deyirlər cəmiyyət, ictima, cami'i, müctəmə. Hamısı ərəbcədir. Bunun farsçası nədir? Farsçası yoxdur. Heç bir sümürgəyi bu şəkildə açıqladıqdan sümürgə toplumuna, heç bir ərdəm sümürgə toplumuna, yəni o sümürgə dedik ki, istemargərlər də, istemar toplumuna heç bir ərdəm, fəzail, əxlaqi, rəftari, insani fəzail bəxş etmədən, bəxş etməz. Yəni yoxlarıdır. Siz bunların hamısını qoydunuz. Siz o zaman gəlirsə bir milləti aşağı alırsınız hər cəhətdən, özünüz də bundan aşağıya gəlməyə məcbursunuz. Ərdəm cəhətindən, fəzail, əxlaqi, rəftari, insanidə, hüquqidə. Özünüz də gəlirsiniz aşağıya. Siz istəyəsiniz türkləri dildən məhrum eləyəsiniz. Bunun üçün qanunlar keçirtməlisiniz ki, özünüz də ondan zindanı eləməlisiniz. Türkləri də zindana salırsınız, özünüz də zindanı olursunuz. Özünüz də o təbliğatın, o propagandanın, o düşüncənin zindanisi olursunuz. Onun nə gələcəyinə, onun gələnəklərinə və yasalarını, deyir ki, o sümürgənin gələnəkləri, yəni adab-rüsumu ki vardı, oradan gəlib bura, nə də
yasalarını, qanun, yasa qanun. Qanun ərəbcə sözdür. Bunun farsçası nədir? Yasa türkçədir. Bəlkə də moğulcadır gəlib türkçəyə. Amma yasaların farsçası nədir? Qanun ərəbcədir. Qəvaid desəz o da ərəbcədir. Hüquq desəz o da ərəbcədir. Yəni farsın nəyi var? Yəni ən önəmli qavramlara farsı kəlmə yoxdur. Yasalarını, bəs bir oldu nəyi? Gələnəkləri də özlərinin gələnəkləri və ha belə qanunları, nə yaşam tərzini, yaşam tərzi yəni rəvişi ki ondan yaşıllar, zindicanlıq elirlər. Sistemi zindicanlıq. Zindicanlıq şimdi farslar zindicanlıq elirlər. O sistemdə, o yaşam tərzi. Nə? Yaşam tərzini tanıdıqdan sonra, bu ya onların yaşam tərzini tanıyandan sonra, tanıdıqdan sonra kolonyalist kəndisini də oraya ait olduğunu qəbul edəməz. Deyir ki, özününkünün tanıdığından sonra kolonyalist bir adam özünü, kəndinin də oraya, özünün millətinə ait olduğunu qəbul edə bilməz. Yəni aşağı görür. Bunun üçün İranlılar o zaman ki çıxırlar İranlı neşiyə, fərz elə məsəl fars olsun, ərəb olsun, türk olsun, bəluç olsun, hər kəs olur olsun, ciləşi olsun, mazəni olsun, lor olsun. O zaman ki oradan çıxır gəlir eşiyə, İranlı neşiyə, Türkiyəyə, Amerikaya, Kanadaya, hər yerə gedir. Orada İranlı deməkdən özünü utanır. Çünki görür aşağıdır. Tamamı fikirləri ki orada ölçəşibdir, hər şey aşağılıqdır. Ona görə qəbul edə bilməz özünü. Kəndini haqları və sorumlulukları olan bir yurttaş olaraq düşünməyi rədd edər. Deyir ki, özünü, yəni bir istemarçı özünü haqları və sorumluluqları, həm haqqı ola, hüququ ola, həm də məsuliyyəti ola. Deyir ki, haqları və sorumluluqları olan bir yurttaş, vətəndaş olaraq düşünməyi belə rədd edər. Hətta bunu düşünsün ki, mən bir İranlı, hüquqlu, haqlı bir insanam və məsuliyyətlər var. Deyir, bunu rədd edər. Yoxdur. Deyir, belə bir şey yoxdur. Çünki orada hamı ya nökər dövlətdir, ya da müstəmirə olmuş bir insanlardır. Öte yandan, ayrı tərəfdən. İndi burada hüququ dedik dostlar, vətəndaşın farsçası nədir? Vətən ərəbcədir. Bunun farsçası nədir? Sərzəmin. Deyirlər ki, sərzəmindaş ya nə mənə deyirlər? Həmvətən deyirlər ki, ərəbcə olur. Sərzəmin farsçası, əgər sərzəmin farsçadırsa, ki bilmirəm farsçadır ya yox, mümkün hindi ola, mümkün bir ayrı dildən gəlmiş ola. Amma ondan deyəmirlər ki, çünki sərzəminləri olmayıb ki, bundan deyərlər ki, mən bu toprağın vətəndaşıyam, yurtdaşıyam, dildaşıyam. Yox, olmayıbdır, kəlmə düzəldənməyiblər buna. Ota yandan doğduğu topraklara çözülməz bağlarla bağlı olduğunu iddia ediyorsa olsa da, deyir hətta bu deyir ki, mənim vətənimə, farslığa, İranlığa bağlı bir bağım var ki, çözülməz. Çözülməz yəni açılmaz, qırılmaz. Bir düyün, elə düyün ola ki, açılmıyor, ona çözülməz deyərlər. Yəni açıla bilməyər. Bir məsələ ola ki, onu həll eləyə bilməyəsə, ona deyərlər çözülməz. İndi deyir ki, öte yandan doğduğu topraklara çözülməz bağlarla bağlı olduğunu iddia ediyorsa belə, iddia eləsə ki, mən öz vətənimə çox əcib bağlıyam, oradan qopbaram, amma İrandan çıxanız, mən getmərəm filan, amma görürük ki, o adamlar ki, televizyondan deyirlər, ağa, istəmirsiniz çıxın, hamı sözləri gəliblər Kanadaya, Amerikaya. Orada yaşamaz, orada o vətəndə yaşamaz, qaçar. Ağlı olsa İrandan qaçar. Və imkanı. Mümkün də ağlı ola, imkanı olmuyor. Bir də insanlar var ki, İrandan istəmək istəyirlər, çıxsınlar, o vəziyyətdə yaşamasınlar, amma imkanları yoxdur. Bu da ona deyil ki, ağılları yoxdur.
Yurttaşlarının kolektif bilincinə katılmaz. Yurttaşlarının, dedik yurttaş sözünün muadili yoxdur farsça, vətəndaşlarının, həmvətənləri də beslah, həmvətənlərinin kollektiv, yəni kolli bilinclərinə, düşüncələrinə katılmaz, onlara qoşulmaz. Yəni onu qəbul eləməz. Dedim də, İrançılıq məsələn. İranlı, ən böyük belə İranlılar gəlsələr xariciyə, utanarlar deyələr, onlar ki, ifrati nasionalistlər, utanarlar deyələr ki, biz İranlıyıq. Bir dana Türkiyəli utanmaz, Azərbaycanlı utanmaz. Çıxar rahpimalıq elər, mən Azərbaycanlıyam, bayrağını daşıyıb. Bunlar öz bayraqlarını daşımazlar. Orada yaşamaz. Yurttaşlarının kollektiv bilincinə, yaxşı bir dana məlumat var ki, hər məmləkətdə bir umumi məlumat var ki, hamı onda var. Hamı onda müştərəkdir. Brainwash olublar, beyinləri yıxanıb, hamı onda müştərəkdir. Deyir, bunda o bilinc olmaz. Onlara qatılmaz, yəni qəbul eləməz. Olsa da onu qəbul eləməz. Ya da təpki verməz. Təpki verməz. Ya da ki, o bilincilərə əksləmə göstərməz. Bunun sonucunda kolonialist gerçək milliyyətindən əmin olamaz. Deyir, bunun sonucunda, nəticəsində, nəticə sözünün farsçası nədir dostlar? Sonuç türkçəsidir. Farsçası nədir? Pasamət, burundad, nədir? Bunun sonucunda kolonialist olan bir insan gerçək milliyyətdən, vaqei, həqiqi bir milliyyətdən əmin ola bilməz. Özünün milliyyət, mən hangi milliyyətdənəm? Əmin ola bilməz. Azəri deyir, Türk deyir, İranlı deyir, Azərbaycanlı deyir. Əmin deyil. Əmin deyil. Kolonialistin kılmaq istədiyi, onun istədiyi. Kılmaq, yəni bir işi görmək istədiyi. Amma bir ölçüdə mitsel halə gəlmiş. Bir mit dedik ki, usturə. Bir əndazədə usturə şəklinə gələr. İndi bunu qeydək əvvəldən o parantezin için oxuduq, oran geçsin. Kendisinin kılmaq istədiyi uzaqlardakı bir ölkəyə rədd etdiyi, dolayısıyla soyut tutduğu, amma o an içində yaşadığı toplum arasında gedib gəlir. Bizim orada bir şey yanır amma bizim burada eyni halda yemağımız da hazırlaşır. Ona görə bir şey yandı, elə bir iyi də qalxdı, tüstüsü də qalxdı. Kendisinin kılmaq istədiyi, özü istir özünə bir şey qılsın, yəni bir iş görsün. Uzaqlardakı bir ölkəylə. Uzaqdakı bir Kanadaya məsələn. Rədd etdiyi ya da bir rədd etdiyi Amerikanı rədd edir, Rusiyanı rədd edir, İngilistanı rədd edir, Fransa, məcbur bunların hamısını deyir da. Dolayısıyla soyut, yəni bir müşəxəs tutduğu bir müşəxəs bir əlində olduğu, amma o an içində yaşadığı toplum arasında gedib gəlir. Deyir ki, bilmir ki, bax bu əlan bir torpaqda yaşır, burayla oranın arasında qalıb, gedib gəlir, bilmir neynəsin. Yəni, həm düşüncə olaraq, həm də eyni bunu demokraside de yaşır. Demokrasini həm istir, həm də istəmir. Azadlığı həm istir, həm istəmir. İstiqlalı həm istir, yəni bilmir neynəsin. Bu mütəəssifanə hər iki tərəfdən bir şey qalıb ortada. Kolonialistin təpkisini nə? Ölkənin kiraçlığı, üzr istəyirəm. Kolonialistin təpkisini nə ölkənin kiraçlığı, nə də sümürgə toplumlarındakı zarafət yoxluğu açıqlar. Deyir ki, bunun təpkisinin, yəni bu sümürgəçinin
bir Farsın, bir sömürgə idarə bunun təpkisin, yəni əksül əməli. Nə ölkənin quruluğu, kiraçlıq dostlar, kiraç, yəni quraqlıq. Kiraçlığı, yəni quraqlığı. Nə ölkənin quraqlığı açıqlar bunu, nə də sümürgə toplumlarındakı zərafət. Bu farsların özünə bir zərafət deyək var, məsələn, əgər varsa, hünər filan. Deyir, heç birisi bunu yoxluğu açıqlamaz. Bunu deyir, bu içində olan o boşluğu heç birisi açıqlamaz. Deyək, Azərbaycanın bu Urmu gölünü qurutmaq, eyni halda da yaxşı farsları suyu çəkib aparıb İsfahana, Simyona, Şiraza düyü zəmiləri düzətmək. Heç birisi bu adamın o yox içində boşluğun açıqlamaz. Bunun nədəni asıl olaraq burayı bənimsəməməsi ya da bənimsəyəməməsidir. Deyir ki, bunu nədir açıqlayaq? Bunun nədəni, səbəbi nədir? Aslı olaraq, əslində burayı, yəni bu yaşadığı torpağı mənim deyil, deyə bilmir ki, bura mənimdir, ya da deyə bənimsəməməsidir. Yəni, bu imkan da vermir ona ki, desin, bura mənim vətənimdir. Ona izin də vermir ki, buranı desin, mənim vətənimdir. Məsələn, biz vətənimizdə vətənsizik. Bizə icazə verilmir ki, vətənimizdə vətəndaş kimi yaşayaq, ya vətən sahibi kimi yaşayaq. Bu, bir budur, bir də budur ki, yox, biz özümüz buranı vətən bilmirik. İranı vətən bilirik, məsələn. Torpaq bu yüzdən kiraç qalır. Deyir ki, torpaq bu yüzdən quruyur. Çünki bu bilmir, Azərbaycanlı bilmir ki, bura mənimdir, ya mən İranlıyam. Buranın mənim vətənimdir, ya qoymurlar əsə mən buranı özümə vətən hiss edəyəm. Biz ikincisi yox. Dedim, bizi brainwash eləyiblər, beynimizi yuyublar. Biz Azərbaycanı və Türklər yaşayan toprakları özümüzə vətən bilmirik. Qoymurlar vətən bilaq və vətən kimi yaşayaq. Bu toprakları, üzr istəyirəm, topraq bu yüzden kiraç qalır. Bu yüzdəndir ki, dənizi qurudurlar, Urmu gölünü qurudurlar, suları bağlırlar, bizim vətənimiz qurusun. Mimari bu yüzden yaratıcılıqdan uzaq bir şəkildə işləvliklə taşır. Deyir ki, bu yüzdəndir ki, bunun memarlığı tamam Qacar dövrünə bağlı olan kaxları yıxdılar. Divarları yıxdılar, binaları yıxdılar. Orada o binalar ki qalır, adına deyirlər Qacari filan, Bəhman, hamısı Urupayı saxtımandır. Yəni Qacarlardan bir əlamət yoxdur. Biz burada deyək ki, indi dostların bir iddəsi bağını danmış otururlar, deyirlər, əsən Qacariyə yox imiş ki, bunlar Qəzərlərdir, Qəzərlər də Qocaratdan gəliblər, Qocaratlılar bunlar şey eləyirlər. Bu həddəcə gedə bilir insan, çünki tarixi siliblər. Sən burada deyə bilmirsən, kitablarda Qacar oxuruq, Türkdülər, amma bir imarə yoxdur, bir əlamət yoxdur. Sən deyirsən, burada Qacarların hökuməti varmış. Mimari bu yüzdən, memarlığı, şəhərin, şəhərsazlığın, divarların, evlərin sistemi, küçələrin sistemi, bağların sistemi, suyun sistemi, memarlıq tək evlər deyil dostlar. Bağlar, küçələr, yollar, dağlar, dərələr, məscidlər, meydanlar, bunların hamısı. Təbrizin məsələn qədim küçələri dar düdük. Uca belə divar idi, başacan gedirdi. Bu onun memarlığı idi. Və çox kiçik bir yer idi Təbriz. Mənim yadıma gəlir, mən 51-də 2-də gəlmişik Tərbizə. Biz Tərbiz deyərdik, Təbriz deməzdik. Tərbiz. Biz gəlmişik Tərbizə. Tərbizdə Rəhmavar dediği Təbrizin bir məhəlləsi idi. Məsələn, Şahabadla arasında bir, nə bilim, Susuzlarla arasında bir neçə kilometr boş bağlar var idi. Məsələn, Rəhmavarla Xətibin arasında neçə kilometr yol var idi. Yəni, o birisi tərəfindən, yəni, bazar özünə bir ayrı bir yeri desin, şəhrin bir ayrı yerində idi.
Yəni ona şəhər demək olmazdı. Necə də kənd idi ki, bir-birinə yaxın idilər. Dostlar, mənim videom zahirən qutardı. Yəni burada göstərir ki, 3 saniyəmiz qalıbdı, qutarır. Mən elə burada qalsın, bəhsimizi sabahları davam veririk. İstirdim bu günləri bu səfərini qutaram, amma olmadı. Sağ qalın, görüşmək üzrə.